Herkese salam, kanalıma xoş gəlmisiniz. Temudan aldığım məhsullar haqqında məlumatlar verəcəm. Bugün sizlərə ilk öncə belə bir çanta çıxır. Yaxadan asmalı. Bu çantanı mən övladım olduğu üçün rahat istifadə edə bilməkdən ötürü telefonumu, nauşnikimi və bunun kimi şeyləri çantaya qoymaqdan ötürü belə bir balaca çanta sifariş etmişəm. Daha sonra korsetdir. Mən korset haqqında məlumatlar da verəcəm digər videolarımda. Neçə dənə korset almışam, hansılar daha yaxşıdır, hansılar daha uyğun olduğu barədə belə bir məlumat da verəcəm digər videolarda inşallah. Bu korset məncə ən yaxşısıdır içərisində olan, yəni aldıqlarım korsetlər içərisində. Bu korset daha çox istifadə etməyə uyğundur. 26 sümüklü deyilir, nəsə belə bir şey deyilir, səhv salmıramsa S razmeri almışam. Yəni bir sözlə çox gözəl toparlayıcıdır. Yəni məsləhət görərdim ki, kim ki korset almaq istərsə belə bir korset alsın. Balaca belə bir çantadır. Bu minimal çanta deyilir daha doğrusu bunlara. Buna da şnurlu nauşniklər qoymaqdan ötürü sifariş etmişəm. Məndə köhnə telefondan qalma nauşniklər var idi. Onları qoymağa yer tapırdım. Ona görə belə bir çanta sifariş etdim. Daha sonra oğluma belə bir fartuq sifariş etdim. 3 dənədir içərisində. Fərqli növlər də var idi. Mən belə növlərini seçdim. Oğlan uşağına uyğun olsun deyə. Qızlar üçün də var idi. Kim ki sifariş etmək istərsə, yəni qız üçün olanları da sifariş edə bilər. Bunlar yəni çox yaxşı idi. Xoşuma gəldi. Belə altında parça yoxdur. Belə şümər üstün silirsən, keçir gedir. Yəni yeməyə töküləndə rahat üstün silirəm. Ondan da yediyin təmizlənir, qutardı. Yəni çox rahatdır. Daha sonra isə oğluma belə bir papaq aldım. Balaca bir papaqdır. Yazda, payızda istifadə etmək olar. Düzdür, oğlum hələ körpədir. Bunu istifadə etməyinə biraz var. 1 yaşında, 2 yaşında istifadə edər inşallah. Yəni çox gözəldir, xoşuma gəldiyi üçün. Material da çox gözəldir, yəni xoşuma gəldi. Yəni kim istəsə belə bir papaq sifariş edə bilər. Yəni məsləhətlidir. Daha sonra belə bir telefonun şnurunu dolamaqdan ötürü spiral şnur aldım. O kabel cırlanda eləyəndə üstünü örtməkdən ötürü çox yaxşıdır. Ona görə mən də telefonda biraz şnurunda çatlaqlar var idi. Örtməkdən ötürü belə bir şey aldım. Daha sonra qaş sabitləyicidir bu. Əslində qaş sabitləyicim var. Yumru yekə qablarda olanlardandır. Amma bu bəzən elə olur ki, harasa gedəndə, evdən səyahətə çıxanda ehtiyac olur ki, balaca bir əl altında tez minimal işlədə biləcəyimiz bir şey olsun. Onun üçün mən də belə bir balacasını sifariş etdim. Ucu belə tikan kimidir. Düzdür, istifadə etməmişəm. İstifadə edib bunun da necə olduğunu sizlərə deyəcəm, məsləhətli olub olmadığını. Daha sonra yenə oğluma. Bu sifariş demək olar ki, oğluma aiddir. Daha çox oğluma sifariş edirəm nə alaramsa. Çünki mağazinlərdən aldığım şeylər çox xoşuma gəlmədiyi üçün sifariş etməyi daha çox məsləhət görürəm. Bu da oğluma aldığım ayağına geydirməkdən ötürü isti olsun deyə papışdır, corabdır, nə ifadə olunursa onun kimi bir şeydir. Daha sonra yenə səyahət üçün istifadə edə biləcəyim minimal diş pastası və şotkası. İkisi birindədir. Məncə bu da məsləhətli bir şeydir. Düzdür, bunda hələ istifadə etməmişəm. Necə bir şey olduğunu istifadə edəndən sonra sizlərə deyəcəm, məsləhətli olub olmadığını. Bu balaca yerinə diş pastasını doldurursunuz, içərisinə qoyursunuz, basırsınız, şotkanın üstünə pastası çıxır. Yəni belə istifadə etməyə çox gözəl bir şeydir. İnşallah istifadə edib necə bir şey olduğunu sizlərə deyəcəm. Daha sonra belə bir ağ rəngdə rubaşka sifariş etdim. Əslində S razmer geyinirəm, amma biraz boş olmasını istədiyim üçün M razmerini sifariş etmişdim. Bu rubaşka materialı çox gözəldir, yəni çox xoşuma gəldi. Bir səhv onu etmişəm ki, M razmerini almışam. M razmeri mənə çox böyük oldu, yəni qolu, uzunluğu. İnşallah onu da şəklini çəkib bir yerlərə etiket edərəm, görərsiniz necə bir şey olduğunu. Yəni rubaşkanın materialı çox gözəl çıxdı. Daha sonra oğluma belə bir cins kurtka, inşallah bunu da böyüyəndə geyinəcək. Belə bir cins kurtka sifariş etmişəm. Düzdür, bunu qız uşaqları da geyinir, oğlan uşaqları da geyinir, amma yəni fərqi yoxdur. Mən sifariş etdim. Çox gözəldir. Materialını da çox bəyəndim. Çox gözəldir.
Yəni kim sifariş etmək istəsə qorxur ki, mən çox vaxt sifariş edəndə orada şəkillərinə baxıram. Orada əgər şəkillərin rəylərini görmürəmsə ki, yoxdur, onda onu almaqdan qorxuram. Əgər sizlər də belə bir şeylərdən qorxursunuzsa ki, var və yaxud da yoxdur, mən məsləhət görürəm ki, Okuskadan da ala bilərsiniz. Daha sonra belə bir şnursuz naşnik aldım. Onu da yəni çox gözəldir. Bir problem odur ki, qarşı tərəflə danışanda səs çox zəif gedir. Yəni o işə yaramazdı. Belə amma mahnıya qulaq asmağa, video falan belə şeylərə çox gözəldir. Daha sonra oğluma belə bir oyuncaq aldım. Düzdür, oyuncaqlarla o qədər də arası yoxdur, amma yenə də mən alıram. Daha sonra belə bir oyuncaq çıxır və oğluma yenə bu oyuncaq kaleskadan asmaqdan ötürüdür. Aşağısı rezinidir, diş qaşıyan istifadə etməkdən ötürüdür. İçərisində də dəmir var, səs çıxardır. İnşallah oyuncaqlar haqqında da başqa bir videoda məlumat verəcəm. Hansı diş qaşıyanlar yaxşıdır, hansılar yaxşıdır, oyuncaqların məsləhətlisi, onları da deyəcəm. Oğluma yeni il üçün belə bir body almışam. Materialı 50-50-yə, yəni çox bəyənib bəyənmədiyim arası bir şeydir. Məsləhət görərdim, kim istəsə ala bilər. Daha sonra yenə səyahət üçün belə bir arxa boyuna qoymaqdan ötürü yastıq kimi, bir də gözə taxmaqdan ötürü göz bandajı belə bir şeydir. Yəni bu da çox yaxşı çıxdı, pis deyil. Məsləhət görərdim, kim istərsə ala bilər, istifadə edə bilər. Yəni səyahətə çıxanda və yaxud da yastığını aparmayanda narahat olduğu müddət ərzində istifadə edə bilər. Daha sonra oğluma belə bir ayılı jilet aldım. Nə nazikdir, nə qalındır. Yəni indi istifadə edə biləcəyimiz fəsillərə uyğundur tam da. Material da çox yaxşıdır, çox da gözəl çıxdı. Bu səfərki məhsullarımın demək olar ki, hamısı çox gözəl çıxdı. Daha sonra minimal kosmetik almışam. Olur ki, səyahətə çıxanda içərisində xırda şeylər yığmaqdan ötürü məndəkilər böyük olduğuna görə bu səfər də minimalını aldım ki, sumkaya rahat yerləşdirə bilim, balaca olsun, istifadə edə bilim deyə. Bu səfər də belə balacasını sifariş etdim. Daha sonra oğluma belə bir diş qaşıyan sifariş etdim. Material da silikondur, yumuşaqdır, çox yaxşıdır. Oğluma digər silikonlarla o qədər də arası yoxdur. Bu biraz oğluma daha uyğun gəldi, xoş gəldi. Bundan arası yaxşıdır. Kim ki bu materialda diş qaşıyan almaq istərsə alıb istifadə edə bilər. Mən məsləhət görürəm. Daha sonra belə bir qutu sifariş etdim. Maqnitlidir. İçərisinə rezin, oyuncaq, nə bilim belə bir şeylər, kim nə yığmaq istərsə, stiker, kart, mart, belə bir şeylər yığmaqdan ötürüdür. Mən də indi özümə uyğun şeylər istifadə etməkdən ötürü almışam. Daha sonra oğluma yeni il üçün bayaqki bodisinə uyğun corabları sifariş etdim. İndi paketin içində az qaldığı üçün bunları boşaldıram. O az qalan məhsul haqqında da azca məlumat verəcəm. Daha sonra belə bir kosmetik vasitə çıxır. Bu kosmetikada məsəl üçün lineri pis çəkilərsə onu silməkdən ötürüdür. İçərisində 4 dənə başlığı var. Bir başlıq su kimi bir şeydir tərkibində. O qutararsa, istifadə olunmaz vəziyyətə gələrsə, dəyişməkdən ötürü əlavə 3 dənə başlığı var. Daha sonra belə bir sırğa aldım. Poladdandı, paslanmayanda çox gözəldir, xoşuma gəldi. Məsləhət görərdim. Əslində Temunun aksesuarını çox insanlar bəyənmir. Amma mən onun açıqlamalarını oxuyub yaxşısını almağa üstünlük verirəm ki, hər kəs də alanda yaxşı oxusun ki, düzgünün ala bilsin. Daha sonra belə bir burluk aldım. Bunu anama almışam, əqrəb bürcüdür. Çox xoşuma gəldi. Birini də özümə almışam. İndi onu da göstərəcəm sizlərə. Bu isə paltarda şalvarın o iplərin keçirtməkdən ötər həmişə dədə-babadan qalma sancaqdan taxıb əziyyət çəkdiyimiz o günlər geridə qaldı. Bu dəmirin başına keçirdirsiniz ipi. Sonra şalvarın belinə taxırsınız rezini, ipi, hər hansısa bir şey çox gözəldir. Bu isə oğlumun qulağına su getməsin deyə nakleykada yapışdırırıq. Düzdür, bu böyükdür. Mən onun balacasını da almışam. Bu isə xərçəng bürüzü olan burluqdur. Çox gözəldir. Burluqlarını da məsləhət görərdim. Daha sonra bu kartıskanın içərisində sürpriz ana yazır. Anama sürpriz hədiyyələr aldığım üçün belə bir kartıska yazdırmışdım. Bugünlük videomuz bu qədər. Ümid edirəm bəyəndiniz. Xoş günlər.